Biz qeyd etdik ki, bizim eranın 4-cü, 7-ci əsrlərində xalqların böyük köçü baş vermişdir. Bu köçdə türk xalqları müxtəlif ərazilərə köçlər etmişdirlər. İlk öyrəndiyimiz Avropa Hunu idi. Qərbə köçənlər bu ərazilərdə dövlət yaratdılar. Sonra Axunlar bu ərazilərdə dövlət yaratdılar. Hər ikisi 4-cü əsrdə dövlət yaratmışdı. İndi isə öyrənəcəyik Göytürkləri. Göytürklər də bu ərazidə. Biz Göytürkləri Axun dövlətində eşitmişdik ki, Axunların bir qonşusu Sasani dövləti idi, şimal qonşusu isə Göytürklər idi və 567-ci ildə Göytürk və Sasani birləşib Axun dövlətinə son qoyub onların torpaqlarını aralarında bölüşdürmüşdürlər. Digər xəritəyə baxsaq Çinin yeri, Hindistanın yeri. İndi isə keçək Göytürk xaqanlığının yaranmasına. Aşina sülaləsi Hun mənşəli idi. Göytürk dövlətini yaratmışdırlar. 5-ci əsrin ortalarında Altay dağlarının ətəklərində məskunlaşıblar və Avar dövlətinə həmin 5-ci əsrdə Avar dövlətinə tabe olmuşdurlar. Dəmirçiliklə məşğul olublar, avarlar üçün silah hazırlayıblar. İndi isə keçək Bumin xaqana. Bumin xaqan avarlara qarşı dövlətində yaşadığı avarlara qarşı üsyan qaldırmış. 552-ci ildə isə Göytürk dövlətini yaratmışdır, paytaxtı Ötükən olan. Biz xatırlasaq Ötükən Böyük Hun, Asihun dövlətinin də paytaxtı olmuşdur. Türk adını ilk dəfə rəsmi dövlət adı olaraq qəbul edəndə Göytürklər olmuşdur. Bumin xaqanın varislərinin dövründə dövlətin ərazisi xeyli genişlənmiş, Qafqaz uğrunda gedən mübarizədə həlledici qüvvəyə çevrilmişdirlər. Gələk Göytürk dövlətinin idarəsinin 2 hissəyə bölünməsinə. Dövlətin şərq hissəsini xaqanın özü, qərb hissəsini isə Yabqu titulu daşıyan qardaşı idarə edirdi. Bu nə üçün idi? Çox böyük ərazi olduğuna görə idarəçilik çətin idi. Ona görə də şərti olaraq 2 hissəyə bölünmüşdürlər. Əsas hissəni xaqan, digər hissəni isə xaqan nəslindən olan sərkərdələr idarə edirdilər. Muğan xaqan hakimiyyəti dövründə Muğan xaqan əsas hissəyə başçılıq edirdi. Yabqu isə onun qardaşı İstəmi xan idi ki, o qərb əyalətlərini idarə etmişdir və dövlətin qüdrəti artmışdır. Geniş ərazilərə yürüşlər edilmişdir. Muğan xaqanın dövründə də avarlara qarşı mübarizə davam etdirilmişdir. Hətta Çini də asılı hala salmışdırlar. Göytürklər də böyük Hunlar kimi. Göytürk burada, Çin ərazisi də burada. Muğan xaqanın dövründə asılı hala salınmışdır. Muğan və İstəmi xaqanın vəfatından sonra varislər arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. İndi gələk Göytürklərlə Sasanilərin münasibətlərinə. Xəritəyə bir daha qayıtsaq, Göytürklərlə Sasanilər qonşu idilər. Sasanilərlə münasibətdə İstəmi xan, Göytürkü Yabqu olan Xəzərləri tabe etdikdən sonra Bizans üzərinə uğurlu hücumlar etsə də sonra diplomatik münasibətlərə üstünlük verdi. Səbəb o idi ki, Sasanilər hər ikisinin ortaq düşmənidir. Yəni həm Göytürklərin düşməni idi Sasanilər, həm də Bizansın. Sasanilər onların mühüm ticarət yollarından istifadə etməsini məhdudlaşdırmışdırlar qonşu olduqlarına görə. Sasanilərlə birlikdə biz qeyd etdik Axun mövzusunda, hətta bu mövzunun əvvəlində də 567-də isə Sasanilərlə Axun
Sasanilərlə Göytürklər birləşərək Axund dövlətinə son qoymuşdurlar. Hətta ərazini 2 yerə bölüşdürmüşdülər. Və biz Axund mövzusunda da onu qeyd etmişdik ki, Axundlar Sasaniləri tabe etmişlər, Sasanilər onlara vergi ödəmişdir. 567-ci ildə Axund dövlətini Göytürklər və Sasanilər öz aralarında böldükdən sonra İstəmi xan Sasanilərin Axundlara ödədikləri vergini indi Göytürklərə verilməsini tələb etdi. Bu tələb də onlar arasında müharibəyə səbəb oldu. Müharibə nəticəsində üstünlüyü Göytürklər qazandılar və Soqdiana vilayətinə sahib oldular. Yavqu sözünün mənası da Göytürk dövlətində Xaqandan sonra ikinci şəxs hesab edilirdi. Hakim sülaləyə mənsub idi. Qədim türk dilində yaxın mənasını verən Yavuq sözündəndir. Gələk indi Göytürk dövlətinin zəifləməsinə və süqutunun səbəblərinə. Hakimiyyət uğrunda çəkişmələr birinci Göytürkü zəiflətdi. Dedik, Çin asılı hala salmışdı, düşmən idilər. Bundan istifadə edən Çin xaqanlığı xeyri ərazini işğal etdi Göytürklərin. Hətta burada Çinlilərlə evlilik baş vermişdi. Anaları Çinli olan şəhzadələrin Çinlə yaxınlaşma cəhdləri və buddizmi qəbul etməkləri dövlətin daxilindəki ziddiyyətləri daha da artırdı və bunun nəticəsində 6-cı əsrin 80-ci illərində 1-ci Göytürk dövləti 2 yerə parçalandı. Şərqi Göytürk və Qərbi Göytürk. Parçalanmada da bu da dövlətin həm iqtisadi, həm də hərbi qüdrətini zəiflətdi. Bundan istifadə edən düşmən dövlətlər, xüsusilə də Çin, bu ərazidə öz qüvvətini möhkəmlətməyə nail oldu. 7-ci əsrin 30-cu illərində Şərqi Göytürk, 50-ci illərində isə Qərbi Göytürk dövlətini Çinlilər asılı vəziyyətə saldılar. Kürşad üsyanına gələk. Kürşad üsyanı 1-ci Göytürk dövlətinə aid deyil. Çünki 1-ci Göytürk dövləti 6-cı əsrin 80-ci ilində 2 yerə parçalanıb. Bu Çindən asılılıq dövrüdür. Dedik ki, asılı hala salmışdılar və Türklər 639-da Kürşadın başçılığı ilə üsyan qaldırdılar və üsyanda 40 nəfər qəhrəmancasına vurursa da məğlub oldu. Kürşad təcrübəsindən istifadə etmək üçün Çinlilərin öz ordularına daxil etdikləri türk sərkərdəsi olmuşdur. İndi gələk 2-ci Göytürkün yaranmasına. Qutluq və yaxud da Eltəriş, eli toplayan bir yerə yığan. Aşina nəslindən idi. 1-ci Göytürklər kimi 6-cı əsrin 80-ci illərində Çinə qarşı azadlıq mübarizəsinə başladılar və Qutluq xan başçılıq edirdi və 682-ci ildə Çinin şimalındakı türkləri birləşdirərək Göytürk dövlətini bərpa etdi. Bu da 2-ci Göytürk dövlətinin yaranması oldu. Onun paytaxtı da Ötkən şəhəri olmuşdur. Digər Göytürk xaqanlarından fərqli olaraq Çinli şəhzadələrlə evlənmədi, türk qızı ilə evləndi. Bununla da Çinlilərin türk idarəçiliyinə müdaxiləsinin qarşısını aldı. Göytürklər müstəqilliyin bərpa edilməsində və möhkəmlənməsində Tonyukukun da xidmətləri olmuşdur. Tonyukuk ordunun və diplomatik işlərin təşkilində səlahiyyətli şəxs idi. İltəriz xanın varislərinin dövründə xaqanlıq daha da güclənmişdi. Qapağan xaqan İltəriz xaqanın vəfatından sonra oğlanları Kültigen və Bilgə xaqanlar az yaşlı olduqlarına görə hakimiyyətə İltəriz xaqanın qardaşı Qapağan xaqan gəldi. O da bu İltərizin oğlanları Kültikin və Bilgə xaqan əmisinin dövründə dövlətin qorunub saxlanmasında yaxından iştirak edib idarəçilik təcrübələri qazandılar. İndi isə gələk Bilgə xaqanın dövrünə. Qardaşı Kültigen ilə Tonyukukla birlikdə dövlətin qüdrətini artırmışdır. Ona görə də Bilgə xaqanın hakimiyyət illəri 2-ci Göytürk dövlətinin ən yüksək inkişaf dövrü sayılır. Onun dövründə Mərkəzi Asiyada olan digər türk tayfaları tabe edildi. Çin üzərinə uğurlu yürüşlər etmişdir. İndi isə gələk Tonyukuk haqqında məlumata. Tonyukuk qərb tarixçilərinə görə türklərin Bismarckı adlanır. O daima
önəmli məsləhətlər vermiş. Bilgə Xaqana Çinlilər kimi böyük şəhərlərin ətrafına hasar çəkdirməyə icazə verməmişdir ki, bizim üstünlüyümüz köçəriliyimizdə, sərbəst hərəkətimizdədir. Hətta Çin tipli paytaxt, buddist məbədlər də tikdirmək istəsə də Tonikov buna səhv olduğunu demişdir. İndi isə gələk ikinci Göytürkün zəifləmə və süqutuna. Hakimiyyət uğrunda çəkişmələr artdı. Tonikov, Gültekin, Bilgə Xaqanın vəfatı ikinci Göytürk dövlətinin zəifləməsinə səbəb oldu. Hakimiyyət uğrunda mübarizələr daha da vəziyyəti ağırlaşdırdı. Tabe edilmiş türk tayfaları, xüsusilə də Uyğurlar yaranmış vəziyyətdən istifadə edərək 744-də hakimiyyəti ələ keçirdilər. Deməli, birinci Göytürk desək 552, 6-cı əsrin 80-ci illəri, ikinci Göytürk desək isə 682-744-cü illər nəzərdə tutulur. Parçalanma isə desək birinci Göytürkə aiddir.